Yəni Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Danışıqların ana xətti Xəzərin potensialının reallaşmasıdır. 160 meqavatlıq Günəş elektrik stansiyası və Xəzər dənizində 200 meqavatlıq külək elektrik stansiyası layihələrimiz var. ...240 meqavatlıq enerji istehsalına tam nail olacaq. Bu, 300 min evin elektrik enerjisinin təmin olunması deməkdir. Özünəməxsus enerji siyasəti ilə həm region, həm də dünya üçün əhəmiyyəti hər gün artan Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Bakı Enerji Həftəsi neft-qazla yanaşı dünyanın tanınmış yaşlı enerji şirkətlərini də bir araya gətirib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə 39 ölkədən 267 şirkətin nümayəndəsinin iştirakı müzakirələrin əhəmiyyətinin və beynəlxalq çəkisinin ən bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu il 30-cu dəfə keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, Bakı Enerji Forumu, eləcə də 13-cü dəfə baş tutan Yaşıl Enerji sərgisinin özəyini Azərbaycanın gələcəyə yönələn enerji baxışı təşkil etdi. Dövlət başçısı mötəbər tədbirin açılış nitqində Azərbaycanın təbii qaz ixrac həcmini artıracağını, yaşıl enerji istehsalı istiqamətində isə konkret hədəflərə malik olduğunu açıqladı. İmzalanmış müqavilələrə və sərmayə ötəriklərinə əsasən deyə bilərəm ki, 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpa edilmiş enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35%-dən çoxunu təşkil edəcək. Yəni Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Tədbirin əhəmiyyətini Baku TV-nin COP Baku verilişi üçün dəyərləndirən Energetika Nazirinin müavini Elnur Sultanov bu ilki gündəmin öncəkilərdən nə ilə fərqləndiyinə diqqət çəkdi. Bilirsiniz, 30 il əvvəl bu forumun başlamasının bir ümdə səbəbi var idi. Bütün dünyanı dəvət eləmək, Azərbaycanın enerji potensialı ilə bağlı məlumatları, fikirləri paylaşmaq, Azərbaycanın baxışını, vizyonunu paylaşmaq və regional, qlobal əməkdaşlıqlar, koalisiyalar quraraq bu potensialı reallığa çevirmək ki, bunun nəticəsində həm Azərbaycan, həm region, həm dünya öz töhfəsini alsın. Və 30 ildən sonra mən burada 3 fərq görürəm. Bir, proses daha da sürətlənib. İkinci, prosesin sərhədləri daha genişlənib, daha böyük əraziyə, daha çox şirkətə, daha çox dövlətə xitab edirik. 3, keyfiyyətcə yeni yaşıl enerji, karbonsuzlaşdırma aspekti əlavə olunur. Nazir müavininin sözlərinə görə yaşıl enerji sahəsində həyata keçirilən tədbirlərin birinci mərhələsi artıq başa çatıb. İkinci mərhələdə isə əsas diqqət Xəzər dənizinin külək potensialından enerji əldə edilməsinə yönələcək. Yaşıl enerji ilə bağlı dediyim kimi birinci mərhələnin bir mənaca yekunlaşmasının bayramını eləyirik və növbəti mərhələnin addımlarını atırıq. Bilirsiniz ki, mövzu əsasən Xəzər dənizinin potensialını reallaşdırmaqdadır. Çünki birinci mərhələdə daha çox biz onshore dediyimiz quru ərazidə olan potensialımızı reallaşdırdıq. Daha böyük potensial Xəzərdədir. Bundan sonraki mərhələdə və artıq danışıqların ana xətti Xəzərin potensialının reallaşmasıdır. Xəzər potensialı o qədər böyükdür ki, sırf Azərbaycanın daxili bazarı buna absorb etmək üçün kifayət deyil. Ona görə ixrac elementi mütləq olmalıdır. Və ixrac elementi də bizim koridorlar adını verdiyimiz Orta Asiya, Avropa, Türkiyə üzərindən, Naxçıvan üzərindən çəkiləcək koridorlardır. Yəni mən deyərdim ki, əsas müzakirə mövzuları, ənənəvi mövzuların yanında Xəzərin enerji potensialının reallaşması və bunun daxili istehlakla bərabər xarici hansı istiqamətlərdə ötürülə bilməsi məsələsidir.
Prezident İlham Əliyevin xarici siyasət xəttində səfər etdiyi ölkələrin biznes dairələri, qarşılıqlı əlaqələrin qurulması və ölkədə yaradılan biznes mühiti yaşıl enerji sahəsinə maraq göstərən xarici şirkətlərin sayını da günbəgün artırır. İlkin mərhələdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə başlayan yaşıl enerji istehsalına indi Çin şirkətləri də qoşulub. Öncələr Azərbaycanda xarici investorların neft-qaz sahəsində biri-biri ilə apardığı rəqabət indi özünü yaşıl enerji sahəsində göstərir.